Herkese salamlar. Bugün Soccer Manager 2026 oyunu oynayırıq. Hazırda qalan kariyərimizin davamını edəcəyik. Bugün biz nə edirik? Barcelona komandasını seçmişdik və çağırırıq ki, La Ligada Çempionlar Liqasında uğurlu işlər görək. Amma bu oyunun mahiyyətini hələ ki çox tuta bilmirəm, çünki təzə başladığım üçün oyuna çox da bir necə deyirlər, mahiyyətim oyununa bağlı çox bir anlayışım yoxdur. Sizin oyuna bağlı bir taktiki necə deyirlər, hər hansı bir ipuçları varsa bunu yorumlara qeyd edə bilərsiniz ki, biz də növbəti bölümlərdə daha yaxşı şəkildə oyunu oynaya bilək. Heyətimizi yəqin ki bilirsiniz kimlər var. Çalışıram ki oyuncuları tam olaraq digər maçlara hazırlayım. İspaniya La Liqasında hazırda 10-cuyuq və heç də yaxşı bir girişatımız yoxdur. İndi bizi təbii ki də liqada bir maç gözləyəcək. O maça doğru köklənməyə çalışırıq hazırda. Real Oviedo komandası ilə qarşılaşacağıq. Copa del Rey ikinci turunda da maçımız olacaq və kimlə qarşılaşacağımız burada da bəlləşmiş olacaq. Bu birinci turun qarşılaşmaları, ikinci turda Copa del Rey'də, ona görə bu turda olmayacaq. Martin ilk 11'de olmaq istədiyini deyir. Bir sonraki maç oynayacağıma söz verirəm dedim və ümid edirəm ki xoşbəxt olar. Növbətçi maçımız Real Oviedo komandası ilə oynayacağıq. Gəlin bu maça keçək. Çəkilişi tamamlamışdı, onsuz bunu niyə təkrar edib anlamadım. Real Oviedo maçına gəlin keçək. La Liga çərçivəsində 20:00 seansının maçıdır. 2000 dərəcəsini artıraq. 4 dənə qalıb cəmi. Pedrini, Kubarsimi yoxsa Garcia? Mən Pedrini artırmaq qərarı. Pedrini yox, Kubarsini artırmaq qərarı verdim. Real Oviedo'ya qarşı maça başlayıram. Maçı hızlı atlama şəkildə oynayacağıq. Gəlin görək bu maçda hansı hesab qeydə alınmış olacaq. Soccer Manager 2026 oyununda. Bəli, Real Oviedo maçımız başlayır. Görək görüşdə Hasan 6-cı dəqiqədə fərqlənməyi bacarır. Real Oviedo komandasına qarşı oyunda hesabı açır. Bu maçda Barcelona komandası hesabdakı ki uduzur. İkincisi dəyişiklik etməliyəm. Oyunun tempini dəyişməliyəm. Hələ ki 1-0 təəssüf ki Real Oviedo komandasının üstünlüyü davam edir. Comeback etməliyəm bu oyunda. İlk hissədən sonra kimi oyuna salsam bizə xeyir verər. Torres'i meydana salmam mümkündürmü? Mümkün ola bilər, amma taktikanı dəyişməliyəm. 2 hücum xəttinə keçmək istəyirəm. Amma burada 2 hücum xətti. Bu taktiki gecə keçəcəm. Keçdim, amma dəyişəmədim oyunun tempini. Hələ ki uduruq 1-0 hesabı ilə Real Oviedo komandasına Barcelona komandası. Görüş artıq 70-ci dəqiqə bitib. Heç də hər şey istədiyimiz kimi getmir bu oyunda. 85-90 artıq çox təəssüf ki məğlubiyyətlə düçar oluruq. İşte heç yaxşı getmir bizdə. 1-0 Real Oviedo'ya evdə məğlub oluruq. Camp Nou stadionunda. Keçək növbəti maçlarımıza. Real Oviedo məğlubiyyətindən sonra artıq görək növbəti oyunda hansı cür nəticələr qeydə alınacaq. Martin moralin yüksəldi oyunçunun, çünki moral düşməsin. Real Madrid ilə qarşılaşacağıq. Moreno üçün təkliflər gəlib 1.8 milyon dəyərində bir təklif gəlib 38 oyunçumuz üçün. Mən təklifi dəyərlənmək istədim. Granada 1.8 milyon verir. Təklifi qəbul etdim. Satdım geçsin, çox yaxşı. 38 rollara sahib oyuncudur, lazım deyil bizə. Keçək növbəti maçımıza. Okey bildim. Lap yaxşı. İndi nə edəcəm mən? Gənc oyuncu olarak kabul ediliyor. Rotasyon oyuncu konumuna uygun oyun süresi istiyor. İstek yalnız vermediğiniz için üzgündür. Cehenneme olsun. Çok da verdiğinizde değil. Onun necə oynayacağı. Antrenman seviyesini gəlin artıraq. Antrenmanlarımızı biraz oyuncular antrenmanı artıraq. Görək kimlər artacaq. Komandada çox giz oyuncular var yani. Lazımsız çox oyuncumuz var. Keçdik növbəti maçımıza. Real Madrid'e qarşı oynayacağıq və bu heç asan keçməyəcək bizim üçün. Real Madrid 4-2-3-1 taktik sxemindən istifadə edir.
və biz 20-ci tur çərçivəsində Real Madrid qarşı oynayacağıq. Belə bir şey deyə bilərəm. Mən taktik gecə dəyişdirmək şansımız var. Dizilişlərə baxsaq. Belə yox, belə yox. Mən bilirsiniz taktik sxemi istəyirəm. İkili hücum olsun, bu şəkildə ola bilər. Yamal, Olmon'u biraz Olmon yerinə meydana kimi sala bilərəm. Kunde niyə oynamır burada? Kunde ilə Baldin yerini dəyişək. Baldin ilə Kunde yerini dəyişdik. Bu şəkildə oynayacaq. Torres'i çəkəcəyik buraya. Hücum xətti, ikili hücum xəttindən istifadə etmək qərarı verdim. Rashford qalacaq. Gavi, Szczesny, Lopez, Fermin. Lopez'in motivasiyası çox aşağıdır Fermin Lopez'in. Fermin bizim motivasiyasını qaldırmalıyıq ki, növbəti maçlarda bizə xeyri dəysin. Və artıq maçımıza başlaya bilərik məncə. Talimatlarımızı da oyuncularla verək. Əsasən qanat oyunlarından istifadə edək. Topa sahib olduğumuzu gözləməyə çalışmaq. Ofansif oyun yox. 10 defansda oyun kurmaq üçün sapasını yaranır. Net korpusda maçına sürər. Məncə bu daha yaxşı olacaq. Getdiyi maça Real Madrid ilə oynayırıq. El Clasico'ya çıxacağıq. El Clasico'ya çıxmamışdan qabaq Ferran Torres'i 1.89 edək. Baldin'in olsa artıramayacağım ya bir dənə Ferran Torres'i artırmam mümkün olacaq. Və El Clasico başlayır. Biz Soccer Manager 2026 çərçivəsində El Clasico'dayıq və rəqibimiz Real Madrid komandasına qarşı Soccer Manager 2026'da. Ekran atılsın görək bizi nə kimi oyun gözləyəcək və Real Madrid Barcelona maçı başlayır. Frenkie de Jong geri pasını verir. Real Madrid 4-2-3-1 taktik sxemindən istifadə etdiyini qeyd edək. Görək bu maçda bizi necə bir oyun gözləyəcək. İlk hücum tərəf Real Madrid futbolçuları tutdu. Tchouaméni top alır. Tchouaméni'nin zərbəsi top out'a gedir. Yaxşı, hər şey benim üçün yaxşı bitir. Nə demişdi? Real Madrid klubu sol kanadı yaxşı istifadə edirsin demişdi. Baxıb deyək. Real Madrid klubunun sol kanadı güclü. Sağ kanadımızın eşişməyə qarşı diqqətli olmalıyız. Real Madrid sol cinahından çox diqqətli olmalı olduğumuzu bizə qeyd edir. İndi Barcelona komandamızın buraya ulaşa bilər. Uzun bir pas gəlir, doğru topu qarşılayan oyuncu. Top Real Madrid futbolçunda qalır indi. Barcelona klubunun bu hücumu da uğurlu şəkildə yekunlaşır. Diqqətli olmalıyıq. Real oyuncularından Vinicius Junior top alır. Vinicius Junior'a diqqətli olmaq lazımdır. Təəssüf ki, Vinicius Sabaçı və Real Madrid komandası erkən bir golla 14-cü dəqiqənin tamamında sabaçmağı bacarır. Real Madrid komandasının sol cinahının nə qədər təhlükə olduğunu bizim yardımcı məşqçi bizə demişdi, amma biz onu diqqətə almamışdıq. Bunun cəzasını çəkir yazırdı. Yenə Real Madrid bir hücum yavaşdırmağa çalışır. Diqqətli olmalıyıq. Topu və qapıcımız Teşeyin qapısını diqqətlidir. Real Madrid komandasının sol cinahına qarşı nə edə bilərik biz? Bilməm nə etməliyik. Çünki heç hücumlarımız alınmır və Real Madrid komandası tak hücumlar qururlar. Bitməyə bilməyən hücumlar var Real Madrid komandası. Yenə hücumları təşkil etməyə davam edir Real Madrid komandası. Və qapıcımız Teşeyin yaxşı oynayır, amma neysə dəyişməliyik biz. Bir olmur. Komanda çox zəif oynayır. Balde ayrı bir zəif oynayır. Christensen. Necəyim ki mən bunlara qarşı yaxşı oynayaq. Bir dəqiqə baxaq. Kontra-atağa çıxa bilərik. Məncə kontra atak futbol oynayaq. Orada sağ oyuncularım 41 çəkiliyor. Orada sağ oyuncularımı çox pis oynayır deyir. Yəni yarımdəfə xəttimizin zəif oynadığını bizə qeyd edilir oyunda. Pres eləyib kontra-atakdan bir qolla vurmağa çalışacaq. Artıq məcburiyyən belə bir şey edəcək. Çünki klubumuz Real Madrid qarşı heç oyunu ortaya qoya bilmir. İndi Vinicius, bugün Mbappe ilə Vinicius'da qol atmağı fərqlən bacarırlar. Növbəti qol Kylian Mbappe'dən gəlir. İşlər heç istədiyimiz kimi getmir. Real Madrid artıq ikinci qol vurub. Hücum oyuncularımız kötü bir performans çıxarıyor deyir. Hücum oyuncularımızı bilmirəm. Hücum oyuncularımız zirvə kimi oynayırlar. İkisi tamamı olsun bir dənə dəyişik edəcəm. Çox zəif oynayırıq. Çox zəif. İkinci sistem gözləyirəm. Bəlkə bir-iki dəyişik edək. İkinci hissədə dəyişdirəcəm. Çünki bizim yardımcı məşqçimiz deyir ki, ya müdafiəçilərimizin çox zəif oynadığını bizə qeyd edir. Üçüncü qola yaxınlaşmışdılar. Top yerdən qayıdır. İlk hissə bitsin bir dənə. Barcelona komandasını hücum birləşdirib qol vursa daha yaxşı olar məncə zənnimcə. İlk hissə bitməmiş bir qol bizə hava və sükun vacibdir. Yamal, Lewandowski sabah
arasında fərqi bir topa indirməyi bacarır. Robert Lewandowski göre bu goldan sonra bir yüklenmek kimi şansımız olacak yoksa yok. Hele ki ilk hissənin son dəqiqələrində maça biraz orta olmaya çalışdıq. İndi Real Madrid komandasının mərkəzdən başlayır. İndi Barcelona komandasının növbət toplamada da uzağa doğru uzun bir pas gəlir. Ama ilk hissə sona çatır. İkinci hissə başlayacaq. Birazdan görə ikinci hissənin başlanğıcında bizi necə bir oyun gözləyəcək. İkinci hissəyə başladıq artıq. Real Madrid komandası ikinci hissəyə startı verir. İndi bir taktikalara baxa bildim. Taktik dəyişiklik etmək istəyirəm. Christensen'in motivasiyası keçərək Christensen'i meydana salacağım bu maçda. Christensen'dən başqa Rashford da meydana girmək istəyə bilər sanki. Gavi ilə kimin yerini dəyişə bilərəm hazırda. Qalsın bunlar evli. Hələ də maçda uzuruq. 2-1. İndi Lewandowski topladı. Geri pas. Rafinha irəliyir. Rafinha Real Madridin barı üstünlüyü ikinci sıradakı göre Barcelona beraberlik golunu var biləcək yoxsa yox. Lewandowski, Ferran Torres. Lewandowski bugün ikinci golunu vurur. Robert Lewandowski bugün ikinci golunu vurur ve Barcelona komandası beraberləşdirir 2-2. Bir anda her şeyi istədiyimiz lehine çekmeye bacarmış olduğu bir hesabı artıq beraberləşdirdiği El Clasico'da göre bu cür üstünlüğü öne keçməyimiz müvəffəq olacaq yoxsa yox. Valverde diqqətli olmalıyıq. Valverde hücum təşkil edir. Vinicius bir dənə bu baş zərbəsinə diqqətli olaq. Təəssüf ki Mbappe bugün özünün və komandasının özünün ikinci komandasının üçüncü golunun müəllifi olur ki Mbappe. Hələ ki hesab 3-2'dir. Hücum oyuncularımız bir təhlükə istəyirlər. Yine Endrik topalı. Endrik irəliyir. Endrikdən diqqətli olmalıyıq. Endrikdən diqqətli olaq. Yine Real Madrid komandası Mbappe ile Mbappe'nin indirdiğine başlıyor burada. Dikkatli olarak Luis Diaz ve Brahim Diaz hesabı 4-2'dir. Real Madrid hesabı yeniden fərq açmağı bacarır. Bu dəfə golun müəllifi Brahim Diaz olur. Dəyişik edəcək çünki Torres hücum xəttində çox zəif performans qalır. Yine Marcus Rashford meydana sürmək qərarı aldım. Dani Olmo'nu isə meydana sala bilər. Dani Olmo hücum xəttində oynaya bilmirmiş. Ona görə salam bizim oyuna. Dani Olmo'nu mən daha çox o mövqeyində Rafinha yerinə meydana salmaq qərarı aldım. Gavni isə Yamal'ın mövqeyinə çəkməyə amma dəyişiklik haqqında istifadə etmiş idi oyun. Ona görə növbəti bir talimatlara gedək və talimatlarda biz nə edəcəyik? Ofansif bir oyun üslubundan keçəcəyik məcburi olarak. Çünki 4-2 uduruq. Ama bu hücuma geçse bile Real Madrid komandası bariz üstünlüğünü devam ettirir oyunda. Endrik alır. Endrik pasında Diaz 5. gol vurmasınlar, işi bitirməsinlər heç olmasa. Çox oynadılar Real Madrid komandası. Vinicius Junior özünün ikinci komandasının 5. golunun müəllifi olur El Clasico'da. İşte istediğimiz kimi getmir. 63. dəqiqədir. Hələ də Barcelona komandası Real Madrid qarşı görüşdə üstün bir oyun ortaya qoya bilmir. Yəni ilk hissənin düzü ilk hissənin sonu və ikinci hissənin əvvəlində üstün olan tərəf idi, amma bu artıq maçın gedişatını dəyişdi. Yenidən oyunçuların kondisyonunu aşağı düşür. Diqqətli olaq Diaz 6-2. 6-2 dağıdıcı bir fərqə yollanır maç. Təəssüf olsun ki. Tabii ki Olmo'nun meydana girməyi bunlar heç bir düzgün bir iş görə bilmirlər oyunda. Barcelona Yamal yenitir ikinci zərbəsini. Zərbə və top qapının ağzı yanından keçir. Hesab 6-2'dir El Clasico'da. Kunde 80. dəqiqədə sarı vərəqə alır. Jules Kunde. İşler hiç istediğimiz kimi getmir. 90 dəqiqə tam olman gözlüyor artıq. Boş bir şəkildə. Rashford irəliyir. Rashford son bir 3. gol üçün gəlirlər. Amma hakim
maçı bitirir və Barcelona komandası bu maçda 6-2 hesab ilə Real Madrid komandasına məğlub olmuş olur. Və biz də artıq bu bölümdə burada bitirmiş oluruq heç. İstədiyimiz kimi oyun getmədi. Maçın oyuncusu ise Mbappe'ye seçilmiş olur. Mükemmel bir oyun ortaya koyuyor. Kylian Mbappe. Barcelona bu muhabbetin sonra artıq işlər La Liga'da heç istədiyi kimi getməyəcək. Bunu 100% şəkildə deyə bilərəm. Casado antrenmanda zədə keçirdiyində qeyd edək. Və biz artıq bu bölümün də sonuna gəlmiş oluruq. Növbəti bölümlərdə görüşmək ümidilə qeyd edim ki, bizə öz təkliflərinizi də deyə bilərsiniz. Kimlərə alaq.